Salam uşaqlar. Biologiyadan TAIM ümumi sınaqlar toplusundan sınaq 13-nin izahını paylaşırıq. Ümumi sınaq 13. Birinci suala baxırıq. Birinci sualda deyir, yarpaq və gövdələrindən qan kəsici maddə kimi istifadə olunur. Bu 7-ci sinif kitabında var. 7-ci sinif kitabında fəsilələr mövzusunun ən sonuncu mövzusudur. Yarpaq gövdəsindən qan kəsici kimi istifadə olunan adi boy mədərəndir. Sonra teniaryoz xəstəliyin törədicinə aiddir. Teniaryoz xəstəliyin törədici biz bilirik ki, öküz soliteridir. Yadımıza salırıq, öküz soliteri sayaqsız qurtlar tipinə aid idi. Bunlar da öküz soliteri. Öküz soliterində ümumi degenerasiya baş vermişdi. Bədəni başçıq, boyuncuq və çoxu deməli başçıqdan, boyuncuqda və çoxu buğumlardan ibarət idi. 4-10 metrə qədər uzunluğu var idi. 1000-ə qədər təqribən buğumu var idi. Ən qocaman hissəsi başçıq və boyuncuq idi. Başçıqda da 4 sormac var idi. Bizdən burada deyir ki, buna aid olan xüsusiyyəti müəyyən edin. Teniaryoz xəstəliyin törədicinə. Baxırıq, əsas sahibi yırtıcılardır. Xeyr, öküz soliterinin əsas sahibi insan, aralıq sahibi isə insan və kənd təsərrüfatı heyvanlara hesab olunurdu. İnsanın bağırsağında yaşayırdı. Sormacı vasitəsilə oraya yapışırdı. Sap qurtlar tipinə aiddir, yanlışdır. Yassı qurtlar tipinə aid inkişaf mərhələsi üçün suyun olması vacibdir. Bu qaraciyər sorucusundadır. Qidalamağa xidmət edən 4 sormacı var. Baxın, bu qidalamağa xidmət edən yanlışdır. Yapışmağa xidmət edən. Həzm sistemi yoxdur. Bəli, bunlarda həzm sisteminin olmaması ümumi degenerasiyada təkamülün hansı ki 3 yolundan biridir. Aeromorfoz var idi, idiadaptasiya var idi, bir də ümumi degenerasiya. Bu da ümumi degenerasiyaya aiddir. Həzm sistemi olmasa belə, yenə deməli, bunun istiqaməti tərəqqi istiqamətindədir. Niyə? Çünki çoxalması çox güclü şəkildə inkişaf etmişdir. Sonra üçüncü sual, iç bədən boşluğu əmələ gələn qurtlara aiddir. İç bədən boşluğu əmələ gəlib sap qurtlar tipində. Sap qurtlar tipi nematodlarda adlana bilər. Bunlar sap qurtlar tipinin. Sonra sap qurtlar tipi bitkilərdə də parazitlik eləyirdi. Sap qurtlar tipi, deməli, bunlarda insan asqaridi aid idi bunlara, anklastoma aid idi. İnsan asqaridi bədənə tutaq ki, hər hansısa bir yuyulmamış bitki vasitəsilə, göyərti vasitəsilə keçə bilərdi. Anklastoma isə dəri və bağırsaq vasitəsilə, dəri və deməli, ağız vasitəsilə keçə bilərdi. Sonra uşaq biz quyruğu var idi. İndi baxırıq, bunlara aid olan, iç bədən boşluğuna aid olan qurtlara aiddir. Hermafroditdir. Xeyr, iç bədən boşluğu olan qurtlarda ayrı cinsiyyətlik var idi. Erkək fərdi dişi fərdindən nisbətən xırda idi və erkəyin arxa tərəfi qarın tərəfə doğru qıvrılmışdır. İfrazat sistemi metanefritlərdir. Xeyr, artıq bunlarda ifrazat sistemi metanefridi sayılmırdı. Metanefritlər ifrazat sistemi hansı qurtlardaydı? Bu, həlqəvi qurtlardaydı. Proteinefrit də yassı qurtlarda. Tənəffüs sisteminə malikdir. Xeyr, tənəffüs sistemi hələ yoxdur. Tənəffüs sistemi ilk dəfə əmələ gəlib. Həlqəvi qurtlar tipinin qum qurtlar nümayəndəsində, deməli, çox qıllı qurtlar sinfində, deməli, qum qurdunda əmələ gəlmişdir. Həzm sistemi reduksiya olunub, yanlışdır. Həzm sistemi var idi. Bunlar da anal dəliklə qurtaran bağırsağa maliklər doğrudur. İlk dəfə deməli, bunlarda nə əmələ gəldi? İlk dəfə bunlarda əmələ gəldi anal dəlik, ilk dəfə qida borusu, ilk dəfə birinci bədən boşluğu. Bunlar ayrı cinsiyyətli vardı. Bunlarda əmələ gəlmiş oldu. Sonra keçirik növbəti sualımıza. Deyir ki, Paleozoy erasının Kembri dövründə meydana çıxmışdır. Paleozoy dövrünün Kembri dövründə, deməli, Paleozoyun yadımızdadırsa dövrlərinə aid idi. Kembri, Ordovik, Silur, Devon, Daş Kömür və Perim dövrü aid idi. Kembri dövründə əmələ gələnlər başqa nələr idi? Uşaqlar, Kembri dövründə dəniz onurğasıları görə inkişaf elədi. Trilobitlər geniş yayıldı. Paleozoyun ilk dövrü idi. Sonra mineral xarici skelet əmələ gəldi. Elə bax, mineral xarici skelet yazılıb burada. Sonra ilk dəfə mərcan qayaları yarandı. Yaşıl qonur və qırmızı yosunları çox şəkilli əmələ gəldi. Ona görə cavab 4-ü götürürük. A bəndi. O qəlsəmə əmələ gəlib Proterozoy erasında. Onurğa yaranıb ilk dəfə o yadımızda saxlayırıq. Deməli, Ordovik dövründə, Paleozoyun Ordovik dövründə ilk bitki toxumalar əmələ gəldi. Bu da epsiloditlərdə əmələ gəldi ilk dəfə Paleozoyun Ordovik dövründə. Eyni yarpaqlı bitkilər isə daş kömür dövründə əmələ gəlmişdir. Keçirik növbəti sualımıza. Şəkildə verilən Hardy-Weinberg qanununa aid olan bir məsələdir. Şəkildə verilən çarpazlaşma zamanı əmələ gələn qara cücələrin sayı 300 ədəddir. Bu çarpazlaşmada maksimum sayda bala əmələ gəlirsə, alınan cücələrdə qara rəng daşıyan genin rast gəlmə tezliyini tapın. Mavi rəngli cücələr, biz bilirik ki, burada natamam dominantlıq var idi. Natamam dominantlıqda 3 cür, əgər
böyük ya kiçik ya, böyük ya kiçik ya ilə çarpazlaşırsa, bunlarda 3 növ fenotip, 3 növ genotip əmələ gəlirdi. 3 genotip və 3 fenotip əmələ gəlirdi. Və buradan yaranırdı böyük ya, 2 ədəd böyük ya, kiçik ya əmələ gəlirdi, 2 hissə, say 2 ədəd deməyək. Bir hissə də əmələ gəlirdi kiçik ya, kiçik ya. Böyük yalar bizə qara rəngi verirdi, böyük ya, kiçik ya mavi rəngi verirdi, kiçik ya genotip bizə mənə ağ rəngi verirdi. Deyir ki, 300 ədəd qara cücələr əmələ gəlib. 300 ədəd qara cücələr əmələ gəlibsə, 300 ədəd qara cücələr varsa, 300-ü vururam 2-yə, 600 ədəd deməli mavi cücələr əmələ gəlib və 300 ədəd də əmələ gəlib, deməli ağ cücələr. Baxıram ümumi sayı nə qədərdir? Ümumi sayı 600, 300 eləyir, 302-yə vuranda düzdür, 600, 300 eləyir. 900, 900-ün də üzərinə 300 gələndə 1200. Deməli, əmələ gələn cücələrdə deyiliyinə görə 1200 dənə cücə əmələ gəlib. Deməli, əmələ gələn cücələrin 1200-dür. Ağ cücələrin böyük ya genotipi 300-ün görək neçə hissəsini təşkil edir. 300-ün təşkil edir, 1200-ə bölürəm. 300-ün təşkil edir 4də birini. O da eləyir 0,25 hissə. 0,25 hissə. Mənim böyük yam bərabərdir 0,25'e. Kök altında 0,25'i tapdıqda isə böyük A eləyir 0,15. Məndə böyük A genotipi 0,15'e bərabərdir. Məndən qara rəng geni daşıyanı soruşduğuna görə qara rəng geni də böyük A ilə tapıram 0,15. Sonra hansı bitkinin müxtəliflik mərkəzi Cənubi Amerika mərkəzi? Cənubi Amerika mərkəzi Vavilova görə deməli 10% bitki müxtəlifliyinə malikdir Cənubi Amerika mərkəzi. Sonra Cənubi Amerika mərkəzi ekvator xəttini kəsən bir mərkəz idi. Bir Cənubi Amerika kəsirdi. Cənubi Amerikanı ad mərkəzi də adlandırırlar. Bir Cənubi Amerika mərkəzi kəsirdi ekvator xəttini. Bir də Cənubi Asiya tropik mərkəzi ekvator xəttini kəsmiş olurdu. Deməli, Cənubi Amerika mərkəzi əgər 10% idimsə 8%, Mərkəzi Amerika 10% təşkil edirdi. Sonra Cənubi Amerika mərkəzində hansı bitkilər olurdu? Cənubi Amerika mərkəzində olurdu kakao, kartof, ananas, yer fındığı bitkilərinə rast gəlmiş olurdu. Bir də kina ağacına rast gəlinirdi. Burada bizə verilənlərdən görə hansı var? A bəndi, yer fındığı. Balqabağın mərkəzi Amerikada, yemişin mərkəzi Cənub-Qərbi Asiya mərkəzidir. Qəhvənin mərkəzi Həbəşistan mərkəzi, kələmin mərkəzi isə deməli And mərkəzi, And yox, deməli Aralıq dəniz mərkəzi hesab olunmuş olurdu. Sinir toxumasının müəyyən hissəsində olan neyronlar bu sahədəki ümumi hüceyrələrin təxminən neçə faizini təşkil edir? Baxırıq, sinir toxumasında 2 sayda neyron var idi, 12 sayda peyk hüceyrəsi var idi. Ümumi sayı olacaq 11x. Deməli 11x ümumi hüceyrələrin sayıdır. Mən deyir ki, neyronlarımızın sayı x olduğuna görə x deyir 11x-in neçə hissəsini təşkil edir? X-i bölürəm 11x-ə, vururam 100-ə. Burada da təqribən cavab 9 tam neçə alındığına görə cavabı götürür təqribən 9%. Deməli cavabımız olur 9%. Neyronlar sinir toxumasının əsas hüceyrələri idi. Deməli cisimdən, dendritdən və aksondan ibarət idi. Amma peyk hüceyrələri deməli çıxıntısı yox idi. Sadəcə neyronlar üçün qidalanma, qoruyucu və dayaq funksiyasını yerinə yetirdi və müdafiə etmək, qidalanma, müdafiə, bir də dayaq funksiyasını yerinə yetirmiş olurdu. Keçirik növbəti sualımıza. Şirin su hidralarında hansı hüceyrələr qamçıya malik idi? Şirin su hidrasında qamçıya malik olan spermatozoid idi, hidranın xarici qatında əmələ gəlirdi. Bir də həzm hüceyrələri qamçıya malik idi. Həzm hüceyrələrində yalancı ayaq da var idi, miofibril də var idi. Yadımızda saxlayaq. Ona görə cavab olur 1 və 3. Geohelmintlərə aiddir. Geohelmintlər hansı qruplara deyilir? Geohelmintlərdə deməli, bunların inkişafı üçün nə olmalı idi? Bunların inkişafı üçün geohelmintlərdə bunlarda geohelmintlər inkişaflarında torpaqla təmasda olan helmintlər idi. Biohelmintlər aralıq sahibi olanlar idi. Deməli, bir var təmas helmintləri, təmas helmintləri də təmas yolu ilə yoluxurdu. Geohelmintlərdə bunlar yetişməmiş yumurtalar xaricə qoyurdular və bunlara aid idi, deməli, ankilostoma. Geohelmintlərdə mütləq inkişaf üçün torpaqla təmas olur. Yetişməmiş yumurta qoyduğuna görə torpağa düşdükdən sonra oksigenin, temperaturun və rütubətin iştirakı nəticəsində onlarda artıq yumurtalar yetişərək insan orqanizminə daxil olurdu. Öküz soyuteri
bioelementlərə aiddir. Ligula bizdə artıq keçilmir. Qaraciyər sorusu bioelementlərə aiddir, çünki aralıq sahibi var idi. Exnokok da bioelementlərə aiddir, çünki bunlarda da aralıq sahibi olmuş olurdu. Sonra keçirik 10-cu suala. Qurbağanın ön ətraf qurşağına aid olan sümüklərin sayı Yexidnanın ön ətraf qurşağına aid olan sümüklərin sayından necə fərqlənir? Qurbağada ön ətraf qurşağında 2 kürək, 2 körpücük, 2 qarğa və bunlarda döş qəfəsi olmadığına görə, əmələ gəlmədiyinə görə bir ədəd döş sümüyü var idi. O da onların döş qəfəsinə yox, döş sümüyü çiyin qurşağına aid olduğuna görə qurbağada ön ətrafın qurşağında 7 ədəd sümüyü olurdu. 4 növ və 7 ədəd sümüyü olurdu. Ancaq baxırıq Yexidnada isə ön ətraf qurşağında Yexidnanın ön ətraf qurşağında 6 ədəd sümük var idi. Yexidna iç məməlilərə aid idi. İç məməlilərə aid olduğuna görə onlarda kürək, körpücük və qarğa sümükləri var idi. Deməli, iç məməlilərdə kürək, körpücük və qarğa sümükləri var idi. Meymunla, yəni primatlar dəstəsi ilə yarasalarda 2 körpücük və 2 kürək sümüyü var idi. Amma digər məməlilərdə yalnız kürək sümüyü var idi. Bunda 6 oldu, bunda 1. Cavab 1 ədəd çoxdur. Cavab olur B bəndi. Qadın orqanizmində heç bir bədən boşluğunda yerləşməyib, axacağı birləşdirici toxumaya açılan neçə növ vəzi var idi. Qadın orqanizmində heç bir bədən boşluğunda yerləşməyən vəzilər qalxına bənzər ətraf və qalxına bənzər vəzilərdir. Bir də toxumluqdur. Qadınlarda toxumluq olmadığına görə biz götürürük 2 növ vəzi. Bir qalxına bənzər vəzi, bir də qalxına bənzər ətraf vəzi. Qalxına bənzər vəzimizin sayı 1 ədəd idi. Qalxına bənzər ətraf vəzimizin sayı 4 ədəd idi. Boyunda qırtlağın yanında qalxına bənzər vəzi, arxa hissəsində isə qalxına bənzər ətraf vəzi yerləşirdi. Ona görə növ sayı soruşduğuna görə 2 növ götürürük. Sayını desəydi 5 növ götürəsiydik. Sonra gəlir Eldar şamında olmur. Eldar şamı çılpaq toxumlara aiddir. Eldar şamında çılpaq toxumlu olduğuna görə bunlarda meyvə əmələ gəlmirdi. Bunlarda çiçək yox idi. Çiçəyin yerinə onlarda qoza var idi. Dişicik yox idi və erkəkcik yox idi. Qoza, yumurta, yox, dişicik. Bir də yumurtalıqda, bəli, yumurtalığı da götürürük. Qoza və yumurtacıq isə bunlarda var idi. Hər bir pulcuqda 2 ədəd yumurtacıq yerləşirdi. Qoza da zoğun şəkil dəyişməsi çiçəyin əvəzini vermiş olurdu. Cavab olur 1, 2, 5, 6. Cavab A bəndi olur. Sonra gəlirik 13-cü sualımıza. 13-cü sualda deyir ki, en sayda ilkin bakteriyanın fasiləsiz bölünməsi nəticəsində onların sayı 8 dəfə artmışdır. Deməli, 8 dəfə artıbsa, deməli, n idi. 8 n-ə qədər gəlməliyik biz. N-dən 2n yaranacaq, 2n-dən yaranacaq 4n, 4n-dən də əmələ gələcək 8n. Mənə deyir ki, bölünməyə məruz qalan bakteriyaların sayını tapın. Əmələ gələn bakteriyalarımızın sayı 8n. İlk bakteriyalarımızın sayı n olduğuna görə 8n-dən biz n-i çıxaraq 7n-i tapırıq. Bu da bölünməyə məruz qalan bakteriyaların sayını bizə vermiş olur. Sonra gəlirik 14-cü suala. Görə 14-cü sualda bizə nə deyir? 14-cü sualda bizə deyir ki, adi triton və ağac qurbağasını birləşdirən ən kiçik sistematik vahid. Adi triton və daraqlı tritonun hər ikisi suda burada yaşayanlar sinfinə aiddir. Sadəcə bunlarda nə fərq olurdu? Bunlarda deməli adi triton quyruqlara aid idi. Ağac qurbağası quyruqsular dəstəsinə aid idi. Deməli dəstəyə görə bir-birindən fərqlənirlər, amma sinifə görə bir-biri ilə eynidirlər. Hər ikisi suda burada yaşayanlar sinfinə aiddir. Askarid inkişaf həyat dövriyyəsi zamanı hansı orqanda olunur? Askaridin inkişaf dövriyyəsi zamanı askariddə deməli askariddə askarid sapqurtlar tipinə aid idi. Yalnız bir sahibi var idi. Əsas sahibi insan hesab olunurdu bunlarda. Ürəkdə olur. Ürəkdə niyə olurdu? Deməli, o birinci nazik bağırsaqda olurdu. Nazik bağırsağın divarını dələrək keçirdi qana. Qana keçdikdən sonra nazik bağırsaqdan gəlirdi qaraciyərə. Qaraciyərdə, deməli, qaraciyər venası ilə gəlir. Bağırsaq venası ilə gəlir qaraciyərə. Qaraciyərdə, deməli, qaraciyərə biz deyirdik ki, bağırsaqdan gələn qan birinci qaraciyərə gəlir, təmizlənir. Ondan sonra aşağı qaraciyərdən çıxan boş vena, qaraciyərdən çıxan vena ilə aşağı boş venaya açılır. Aşağı boş venadan ürəyin sağ qulaqçığına, sağ qulaqçıqdan gəlirdi sağ mədəciyə, sağ mədəcikdən gəlirdi ağciyərə,
Ağciyərlərdə öskürək yaratdıqdan sonra yenidən ağıza, udlağa, ağıza gəlirdi və oradan yenidən həzm sistemi ilə nazik bağırsağa gəlirdi. Baxırıq, ürəkdə oldu. Görürsünüz, ürəyin sağ qulaqçığı, sağ mədəci. Ürəkdə var. Ağciyərdə var, bəli, ağciyərdə var. Əzələdə yoxdur, udlaqda var. Çünki ağız, udlaq qida borusunda və bağırsaqda var. Yeganə olmayan əzələ. Əzələ nə vaxt ola bilərdi? O böyük qan dövranından çıxan qan vasitəsilə çıxsaydı, əgər yəni ürəyin sol mədəciyindən çıxsaydı, onda böyük qan dövranında olardı və əzələyə gələrdi. Ona görə əzələdə olmur. Sonra 16-cı sual. İlk dəfə odu əldə etməyi bacarmışlar. Yadınızda saxlayın uşaqlar. Bura yazıram. Oddan istifadə edənlər. Oddan istifadə edənlər ilk dəfə pitekantroplardır. Sonra odu qoruyub saxlayanlar sinantroplardır. O qazma üsulu ilə ocaq quranlar azıxantroplardır. İlk dəfə özü odu əldə edənlər isə bunlar isə neandertallardır. Bizdən əldə edən soruşur deyə neandertallardır. Neandertallar qədim insanlardır. Neandertallarda deməli, ilk dəfə qrup halında yaşamaq var idi. Bir qrupda 50-100 nəfər var idi. Boyları balacalanmışdır. 155-165 santimetrə bərabər idi. Mağaralarda yaşayırdılar. İlk dəfə bunlarda nitq qabiliyyəti var idi. Çən altı çıxıntı olduğuna görə. Sonra ilk dəfə bunlarda deməli, mitoxondrisi insanın DNT-sinə bənzəyirdi. Bunların ilk dəfə bunlarda dini rüşeymlər əmələ gəlmişdir. Sonra küləş gövdələrə aid bitkilərin verildiyi sıranı müəyyən edin. Küləş gövdəli bitkilər taxıllar fəsiləsindən olan buğda, çovdar və pişik quyruğu götürür. Çünki baxın, burada deyəs müəllimə qarğıdalı da, şəkər qamışı, qarğıdalı da axı bura aiddir. Amma yadınızda saxlayın, qarğıdalı ilə şəkər qamışında küləş gövdə yoxdur. Onlarda gövdənin içərisi doludur. Ona görə biz bunlara küləş gövdəni misal göstərə bilməliyik. Gövdələrin içərisi dolu. Küləş gövdəli bitkilərdə gövdənin kambi, oduncaq və özək qatı yox idi. Mexaniki liflər bunlarda dairəvi şəkildə yerləşərək bitkinin dayanmasını, dik dayanmasını təmin etmiş olurdu. Ona görə cavabımız olur B bəndi. Keçirik növbəti sualımıza. Növbəti sualımız 18-ci sual. Tərkibində eyni miqdarda, bərabər miqdarda A və B vitamini olan yer kökü bitkisi qızdırıldıqda cəm 130 mg bu vitaminlərdən qalmışdır. Hər ikisindən qalıb. Hər ikisinin miqdarı da mənə deyir ki, bərabərdir. Ona görə x miqdarda yer kökündə, x miqdarda A vitamini var, x miqdarda da B vitamini var. Biz bilirik ki, A vitamini bişirildikdə yarısını itirir. Onda bunda qalır nə qədər? 0,5x qalır. Ancaq B vitamini bişirildikdə isə bizdə qalanı soruşur. B vitamini bitki mənşəli, yer kökü bitki mənşəli qida olduğuna görə bişirildikdə 20%-ni itirirdi, 80% qalırdı. 80%-imizi eləyir 0,8x. Qalanı, itiriləni 0,2x-dir. Qalan, görürsünüz, burada 130 mg-dır. Onda 0,5 ilə 0,3x-i toplayanda 1,3x bərabərdir. O da 1300-ə bərabərdir. Buradan x-imizi tapırıq. Bizə x-imiz verir 100. Deməli, mənim əvvəlcə həm yer kökündə, həm də buğdada hərəsində ayrı-ayrılıqda 100 mg bunda A vitamini olub, bunda da 100 mg B vitamini olub. 100 ilə 100-ü də cəmləşdiririk, cavab olur A bəndə. Sonra keçirik 19-cu suala. 19-cu sualda deyilsə, hansı canlının çoxalması zamanı sürfə mərhələsinə rast gəlinmir? Sürfə mərhələsi olmur insan asqardində. Öküz soyterinin sürfəsi 6 qarmaqlı sürfədir. Hansının deyir? Üzr istəyirəm, insan asqardində sürfə mərhələsi var idi. İnsan asqardinin sürfə mərhələsi olurdu. İnsan asqardində aralıq sahib olunurdu. Sürfə mərhələsində olurdu. 2 dəfə sürfə mərhələsində insan tərəfindən, bir dəfə deməli yumurtanın içərisindəki sürfə mərhələsində udulurdu. Bir dəfə də sürfə mərhələsində udulurdu. Amma soğulcanda sürfə mərhələsi yoxdur. Çünki soğulcanda inkişaf düzülə yolla baş verirdi. Sonra keçirik 20-ci üzrə qaraciyər sorucusunun sürfəsindən də danışaq. Qaraciyər sorucusunun həm deməli suda yumurtadan əmələ gələn kirpikin sürfəsi var idi. Qaraciyər sorucu deməli göl bizinin bədənində çoxaldıqdan sonra isə onda quyruqlu sürfə əmələ gəldi. Sfoid meduzalarında, bəli, bunların da sürfəsi var idi. 20-ci, insanın 2 somatik və 3 cinsi hüceyrəsində autosom xromosomlarının cəmini hesablayın. Bir somatik hüceyrədə insanda 44 dənə autosom xromosom var idi, 44 dənə autosom. Onda 3 somatik hüceyrədə 44-ü üçə vurasıyam. Eləyəsidir neçə? 44-ü üçə vuranda eləyəcək 132. 132 dənə autosom xromosom 3 somatik hüceyrədə olacaq və məndən 3 cinsi hüceyrəni
Həməndən 2 somatik hüceyrəni soruşur. Ona görə 44-ü 2-yə vuraram, cavab eləyəcək 88 dənə autosom. Bir də soruşur 3 cinsi hüceyrədə. Bir cinsi hüceyrədə 22 autosom olduğuna görə 3 cinsi hüceyrədə də vururam 3-ü 22-yə. 3-ü vuranda 22-yə də cavab olur 66. O da 66 ilə də 128-i neçəni toplayırıq? 88. Cavab eləyəcək 88 ilə 66-nı toplayanda 154. Yalnız gəlin bunu burada qeyd edeyim. İnsanda 2n bərabərdir. İnsanda 2n bərabərdir 46. Yadımıza saxlayırıq uşaqlar. Qarşısındakı n-in qarşısındakı rəqəmə baxıram. N-in qarşısındakı rəqəm onun cinsi xromosomlarının sayını bildirir. 2 rəqəm olduğuna görə 2 dənə cinsi xromosom var. 46-dan da 2-ni çıxanda neç eləyir cavab? 44 dənə autosom eləmiş olurdu. Sonra gəlirik, xromosomları 2 xromatidli olurdu. Baxırıq, hər birini yazırıq düsturlarını uşaqlar. Mitozun telofazasında düstur necə idi? Mitozun telofazasında düstur 2N, 2S idi. Burada N xromosomun sayını bildirir, S xromatidin sayını bildirir. Baxın, hər 2 dənə xromosomda 2 dənə xromatid olduğuna görə qarşısındakı rəqəmə baxıram. 2 xromosom, 2 xromatid. 2 xromosomda 2 xromatid olduğuna görə onda 1 xromosomda 1 xromatid olur. İnterfazanın əvvəlində. İnterfazanın əvvəlində də düstur 2-2-dir. Onda 1 xromosoma 1 xromatid düşür. Meyozun birinci anafazasında. Meyozun birinci anafazasında düstur 2N4S'dir. Əgər 2 xromosomda 4 xromatid varsa, onda 1 xromosomda neçə xromatid olasıdır? Bəli, elə cavab budur. 1 xromosomda 2 xromatid olacaq. Cavab C bəndə. Meyozun ikinci telofazasında. Meyozun ikinci telofazasında düstur necədir? Meyozun ikinci telofazasında düstur mezun ikinci telofazasında düstur N-S'dir. Ona görə bir xromatidə bir xromosom düşür. Bir xromosoma bir xromatid düşür. Mitozun anafazasının sonunda 4N, 4 uşaqlar heç vaxt sizi mitozun anafazasının sonu, əvvəli, bunlar çaşdırmasın. Mitozun anafazasının düsturu necədirsə, əvvəlində də, sonunda da düstur odur. Görürsünüz, bir xromosoma bir xromatid düşmüş olurdu. Keçirik növbəti sualımıza, 22-ci sualımıza. 22-ci sualımızda deyir ki, verilmiş orqanları geoxronoloji cədvələ əsasən anadan əmələ gəlmə ardıcıllığına uyğun düzün. Çiçək əmələ gəlib hansı dövrdə? Çiçək əmələ gəlib, deməli, buradan yazaq gəlin. Çiçək əmələ gəlib mezozoyun təbaşir dövründə. Deməli, mezozoy təbaşir. Sonra kök əmələ gəlib, 2 dəfə əmələ gəlib əlavə kök, 2 dəfə əmələ gəlib əlavə kök plaunlarda, plaunlar əmələ gəlib, deməli, paleozoyun silur dövründə. Toxum əmələ gəlib ilk dəfə hansı dövrdə? Toxum əmələ gəlib ilk dəfə çılpaq toxumlarda, paleozoyun, devon dövründə. Zoğ nə vaxt əmələ gəlib? Zoğ da ilk dəfə əmələ gəlib paleozoyun, ordovik dövründə. Əgər ardıcıllıqla düzsək, birinci Kembri ordovik, ordovikdən sonra silur, silurdan sonra devon. Deməli, birinci biz götürürük 4-ü, sonra götürürük 3-ü, yox, sonra götürürük 2-ni, sonra götürürük 3-ü, çünki 3-ümüz bizdə toxumdur. Ən axırda da götürürük çiçəyi. 4, 2, 3, 1 cavabımız var mı elə? 4, 2. Hə, bizə deyir, əmələ gəlmə ardıcıllığı ilə düzün. Bəli, burada ola bilər hansınsa səhv elədim. Kök əmələ gəlib. Hə, birinci kökü götürürük. Ordovikdə, ordovik sonra silur. Birinci əmələ gəlib zoğ, 4. Sonra əmələ gəlib kök, 4, 2, 4, 2. Hədə A variantı cavab var. 4, 2, 3, 1 cavab A variantı. Sonra gəlirik növbəti sualımıza, 23-cü sualımıza. 23-cü sualda nə deyir? 23-cü sualda deyir ki, verilmiş canlıya aid deyil. Verilmiş canlı Archaeopteryx'dir. Archaeopteryx bilir ki, keçid formaları aid idi sürünənlərlə quşlar arasında əvvəl götürdülər. Sonra dedilər ki, sən demə bu keçid forma deyilmiş. Deməli, bunlardan quşlara bənzəsə də, quşlara bənzər bir çox xüsusiyyətləri var idi, amma eyni zamanda bunların nəyə aid olan xüsusiyyətlər də vardı? Sürünənlərə aid olan xüsusiyyətlər də vardı. Məsələn, qarın qabarğalarının olması, pəncə sümüklərinin bitişməsinə görə, sonra pəncə sümüklərinin bitişməsinə görə bunlar nəyə bənzədir? Ağızlarda dişlərinin olmasına görə sürünənlərə bənzədir. Sonra bunlarda deməli, quyruq fəqərələrinin olmasına görə də biz bunları nəyə bənzədirik? Quyruq fəqərələrinin olmasına görə də biz bunlara bənzədirik sürünənlərə. Sonra baxaq görək hansı xüsusiyyətinə görə sürünənlərə bənzər, quşlara bənzərdir. Quşlara bənzərdir. Pəncə lüləsinin olmasına görə quşlara bənzəyir. Sonra quşlara bənzər olan əlamətləri bunların çəngəl sümüyünün olmasına görə, içi boş sümüklərinin olmasına görə, ön ətrafların qanadlara çevrilməsinə görə, lələklərinin olmasına görə. Ancaq uşaqlar döş dili quşlarda olsa da döş dili bunlarda
götürülmür. Çünki bunlarda döş dili yoxdur. Ona görə bunlar uça bilmirdilər. Bir budaqdan digər budağa süzmə uçuşu vasitəsilə qanadları vasitəsilə hərəkət edirdilər. Və pəncərə rəsi quşlara aid olan əlamətdir. Bunlardan olan yalnız diş sürünənlərə aid olan əlamətlərdir. Mən cavabı götürürük D bəndi. Sonra gəlirik növbəti suala. 24-cü sualda deyir ki, genotipi verilmiş canlı hansı növ qametə əmələ gətirə bilməz? Mutasiya baş verməyib. Böyük A, böyük B, böyük Y, bəli, əmələ gətirir. Böyük A, kiçik B, kiçik Y. Axı, uşaqlar, burada heç kiçik B yoxdur. Əgər mutasiya baş versə, kiçik B-ni əmələ gətirə bilər. Ona görə də cavabımız B bənd olur. Sonra kiçik A, böyük B, kiçik Y, bəli, bunu əmələ gətirə bildi. Kiçik A, böyük B, böyük Y. Bəli, əgər burada crossover baş verərsə, kiçik A bura gələrsə, o da kiçik A, böyük B, böyük Y-ni əmələ gətirəcək. Və böyük A da bura gəlsə, böyük A, böyük B, kiçik Y-ni əmələ gətirəcək. Onda 24-də götürürük C bəndə. Məndən sorursa ki, uşaqlar, bu fərd, bu tipli deməli, xromosom cütü və yaxud belə bu tipdə genotip neçə növ qamet, maksimum sayda neçə növ qamet əmələ gətirə bilər, minimum sayda neçə qamet əmələ gətirə bilər. Minimum sayda 2 sort qamet əmələ gətirərsə, çünki ilişiklik mövcuddur. Bir böyük A, böyük B, böyük Y, bir də kiçik A, böyük B, kiçik Y. Ancaq maksimum neçə sort qamet əmələ gətirə bilər? Maksimum neçə sort qamet əmələ gətirə bilər? Biz burada heterozigotların sayına baxırıq. Crossover baş verdikdə. Burada baxın, heterozigotların sayı bir böyük A, kiçik A-dır, bir də böyük Y, kiçik Y-dir. Ona görə 2 növ heterozigot olduğuna görə biz götürürük 2 üstü 2. Cavab eləyir neçə? Demək, bunlar 4 sort qamet əmələ gətirəsidirlər. Cavab olur. Biz də yalnız buradan cavabı B götürdük, amma digərini də aydınlaşdırmaq istədim. Gəlirik 25-ci suala. 25-ci sualda deyir ki, işıq şiddəti ilə bəbəyin diametri arasında asılı hansı qrafikdə göstərilir? Deməli, işıq şüası gözə düşdükdə, yadınıza salaq, bəbək gözün quzeyli qışasının ortasında yerləşirdi. Bəbəyin ətrafında həm radial, həm də dairə və əzəllər yerləşirdi. Dairə və əzəllər yığıldıqda bəbəyin diametri daralırdı. Radial əzəllər yığıldıqda isə bəbəyin diametri genəlirdi. Bəbəyin daralması güclü işığın təsirində baş verirdi. Amma genəlməsi isə zəif işığın təsirindən baş verirdi. Çünki biz güclü işığa düşdükdə gözümüzü qıyırıq, işıq düşməsin deyə. Ona görə uşaqlar, baxın burada deyir ki, güclü işığın təsirindən bəbəyin diametri daralır. Ona görə işıq şiddəti çoxaldıqca bəbəyin diametri daralır. Yəni güclüyə zəif. Ona görə cavab olur A bəndi. Tərs mütənasib asılıdır. Sonra deyir ki, mənə nə sual verir? Növbəti sualımız 26-cı sualda. 26-cı sualda bizə deyir ki, Pavlova görə analizatorun hansı hissəsi refleks qövsü, analizatorun ikinci hissəsi refleks qövsünün hansı hissəsinə uyğundur? Mən burada həm analizatorun hissələrini yazasıyam, həm də refleks qövsünün. Yazıram. Pavlova görə analizatorun ikinci hissəsi. Pavlova görə analizatorun birinci hissəsi reseptordur. İkinci hissəsi hissi yoldur, sinir yoldur. Üçüncü hissəsi isə mərkəzdir. İndi refleks qövsü hissəsi Descartes tərəfindən elmə daxil olunmuş, təzə kitablarda yoxdur. Refleks qövsü 5 hissədən ibarətdir. Birinci hissə reseptordur. İkinci hissə hissi yoldur. Üçüncü hissə mərkəzdir. Görürsünüz, 3 hissə, üçü də eyni ilə gedir. Sadəcə 4 ilə 5-ci hissə refleks qövsündə artıqdır. Hərəki yol və işçi orqan. Mən deyir ki, ikinci hissəsi, gözün ikinci hissəsi elə deməli, refleks qövsünün ikinci hissəsinə uyğundur. Cavab olur B bəndi. Keçirik növbəti sualımıza. Növbəti sualımız 27-ci sualdır. Deyir ki, əgər DNT molekulunda karbohidrat və azot molekul deyir. Baxın, molekul. Molekul deyəndə 2 dənə zəncirdən söhbət gedir. DNT molekulunda deyir, karbohidrat və azotlu əsasların saylarının cəmi 10 olarsa. Mən bilirəm ki, karbohidrat bərabərdir, karbohidratın sayı bərabərdir azotlu əsasa. Onun da sayı bərabərdir azotlu əsasların cəminə. Mənə deyir ki, bu ikisinin cəmi neçəyə bərabərdir? M-ə bərabərdir. M-ə bərabərsə, onda birinin cəmi hər birində neçəyə bərabərdir? M bölü 2 karbohidrat var, M bölü 2 azotlu əsas var, M bölü 2 də bura mən ortofosfat turşusu qalığı yazmaq istəmişəm. Azofosfat turşusu qalığı. Hərəsindən M bölü 2 ədəddir. Deyir ki, bu molekulda deyil, sintez zamanı ayrılan su molekullarında. DNT molekul sintez olunan zaman N-2, yəni nukleotidlərin sayından 2 vahid az su yaranır.
Hə, mən azotlu əsaslarım neçəyə bərabərdir? N bölü 2-yə bərabərdir. Onda mən N-in yerinə N bölü 2 qoyuram. Çıxıram 2-ni. Proton sayını soruşduğuna görə bir su molekulunda cəmi 10 proton var. Vururam ona. Necədir? EH2O-dur. Hidrogen Mendeleyevin dövri sistem cədvəlində birinci yerdə durduğuna görə onda bir dənə proton var, 2 dənə olduğuna görə 1 2-yə vururam. Oksigen isə Mendeleyevin elementlərin cədvəlində 8-ci yerdə durduğuna görə bu ikisində bir yerdə cəmi 10 dənə proton olmuş olur. Sonra keçirik növbəti sualımıza. Növbəti sualımızda deyir ki, Səbətində bərabər sayda çiçəyi olan günəbaxan, zəncirotu və eşək qanqalı bitkilərində, bu səbətlərində əmələ gələn meyvələrində sayı arasında bərabərlik necə olar? Uşaqlar, günəbaxanda bütün çiçəklərdən meyvə əmələ gəlmir. Günəbaxanda hamısında eyni sayda çiçək var. Ona görə bu eyni sayda çiçəklərin hamısında meyvə əmələ gəlmədiyinə görə ən az bunu götürməliyik, Y-ni götürməliyik. Y, yəni hər ikisindən kiçikdir. Amma zəncirotu və eşək qanqalının bütün çiçəklərindən meyvə əmələ gəlir. Ona görə Z ilə Y bir-birinə bərabər olmalıdır. Düzü, Z ilə Y bir-birinə bərabərdir. Amma C-nin miqdarı bunlardan azdır. C-nin miqdarı bunlardan azdır. Baxaq görək, harada belə cavab var. Bəli, bax, cavab budur. Z ilə Y-də C-dən çoxdur. Cavab Y bəli. 29-cu suala baxıram. Hansı bitkilərin çiçək yanlığına nələr aid edir? Çiçək yanlığına kasa yarpaqları və ləçəklər aid edir. Hansı bitkilərin deyir? Çiçək yanlığında, çiçək yanlığı 10 strukturdan təşkil olur. Kələmdə K4, L4-dür. Ona görə 8 dənə var. Kələmimiz getdi. Kələmi götürmürük. 1 getdi. Biber K5, L5. Hə, görürsünüz, badımcan çiçəklər fəsiləsinə aiddir. 5 dənə kasa yarpağı, 5 dənə də ləçək var. Ona görə 2-ni götürürük. Soya paxlallar fəsiləsinə aiddir. Bəli, bunlarda da K5, L5-dir. Ona görə bunu da götürürük. Zəncirotunda K0, L5-dir. K0, L5-i götürə bilmərik. Onda çiçək yanlığı 5 strukturdan ibarət olur. Bunu götürmürük. Ərik K5, L5-dir. Hə, bəli, K5, L5. Ona görə bunu da götürürük. Amma astra mürəkkəb çiçəklər fəsiləsinə aiddir. K0, L5-dir. Ona görə cavab olur 2, 3 və 5. Bəli, cavab var A bəndi. Sonra keçirik növbəti sualımıza, 30-cu sualımıza. 30-cu sual mayın çiçəyi ilə əlaqəli sualdır. Mayın çiçəyi zambaqlar fəsiləsinə aiddir. Kökün sovu var idi. Meyvəsi gilə meyvə idi. L6, Y6, D1 idi. Sadə çiçək yanlığına malik idi. Və çiçəkləri, deməli, sadə salxım çiçək qrupunda yerləşir. Dərman bitkisi doğrudur, zəhərli bitkidir, doğrudur. Kökümsöz gövdəyə malik doğrudur, meyvə tipi gilə meyvədə doğrudur. Amma çiçəkləri tək-tək deyil, qruplar halında və sadə salxım çiçək qrupunda yerləşir. Cavab olur D bəndi. Keçirik növbəti sualımıza. Növbəti sualımız 31-ci sualı görək nə deyir. Modifikasiya dəyişkənliyi xüsusiyyətlərinə aid deyil. Modifikasiya dəyişkənliyi biz bilirdik ki, qeyri-irsi dəyişkənlikdir, qrup xarakteri daşıyırdı, genotipi dəyişmirdi, bütün fərqlərdə müşahidə olunurdu. Deməli, cavab irsən ötürülmür, doğrudur, tədricən baş verir, bəli, yavaş-yavaş baş verir, doğrudur, növləri qoruyub saxlayır, bəli, çünki ətraf mühitin dəyişən şəraitinə düşdükdə növü həmin mühitə uyğunlaşdıraraq onu qoruyur. Genotip dəyişmir, doğrudur, fərdi xarakteri yanlışdır, çünki fərdi xarakterli yox, qrup xarakterlidir. Sonra gəlirik növbəti sualımıza. Növbəti sualımızda deyir ki, insanda çiftin hormon ifraz etdiyi müddət. Uşaqlar, çift əmələ gəlirdi hamiləliyin 3-cü dövründə. Bununla da döl dövrü başlayırdı. Ancaq buna baxmayaraq döl bu hormon ifraz eləməyə başlayırdı 4-cü aydan. Bəs deyəsiniz ki, müəllimə döl 3-cü ayda hormonu nə ifraz edir? 3-cü ayda hormonu sarı cisim ifraz edir. Deməli, sarı cisim 2 ay döl üçün, 2 ay rüşeym üçün, 1 ay isə döl üçün hormon ifraz edir. Deməli, sarı cisim əgər hamiləlik baş versə, 3 ay hormon ifraz edir. 4-cü aydan başlayaraq da çift ifraz elədiyinə görə çift də 6 ay hormon ifraz edir. Cavabı götürürük A bəndi. Sonra gəlirik 33-cü suala. 33-cü sualda deyir ki, yetkin kişi orqanizmində daxili sekresiya vəzlərinin növ sayı və sayı. Yazırıq, hansı vəzlərdir? Birinci, başdan başlayırıq. Epifiz 1 ədəd. Hipofiz 1 ədəd. Deməli, qalxana bənzər vəz, qalxana bənzər 1 ədəd. Qalxana bənzər ətraf vəz 4 ədəd. Timus vəzi 1 ədəd. Böyrək üstü vəz 2 ədəd. Növ sayı adına baxırıq sadəcə. Növ sayı 1, 2, 3, 4, 5, 6. Növ sayı 6 ədəddir. Bəs sayı neçə ədəddir? 3, 1, 2, 3, 7. 7 üstə gəl 1, 8. 8-in üstünə 2 gəlirik 10.
Deməli, cavab olur D bəndi 10. Sonra gəlirik növbəti sualımıza. Növbəti sualımızda nə deyir bizə? Növbəti sualımızda deyir ki, 34-cü sualda. Hansı bənddə uyğunluq pozulmuşdur? Böbrək üstü vəzi adrenalin ifraz edir. Doğrudur. Mədə-altı vəzi insulin və qlukagon hormonu ifraz edir. Qlukagon verilir. Sonra qalxına bənzər ətraf vəzi paratormon ifraz edir. Doğrudur. Yumurtalıq progesteron doğrudur. Amma epifiz vəzi timuz vəzi ifraz edirdi. Epifiz vəzi melatonin hormonu ifraz edirdi. Cavab olur 5. Sonra keçirik 35-ci suala. Hansı canlının mənsub olduğu sinfin nümayəndələrində ilk dəfə 2 qan dövranı? 2 qan dövranı əmələ gəlib ilk dəfə Devon dövründə, stekosefallarda əmələ gəlib. Stekosefallardan deməli, suda yaşayanları götürüb burada salamandra. Cavab olur salamandra. Çünki suda yaşayanlara aiddir. Sonra növbəti sualımızda növbəti sualımızda deyir ki, şəkildə verilən canlı haqqında yanlışı. Şəkildə verilən canlı timsahdır, yırtıcıdır, doğrudur. Üzməsində quyruq iştirak edir, doğrudur. Barmaqları arasında üzür deyə üzmə pərdəsi olur, doğrudur. İlk dəfə 4 kamera olur, uşaqlar. Timsahlarda yox. Çünki timsahlar triasın əvvəlində əmələ gəlib, trias dövrünün əvvəlində. Amma ondan sonra əmələ gəlib, trias dövrünün sonunda, üzr istəyirəm. Ancaq trias dövrünün sonunda ilk məməlilər əmələ gəlib, ilk məməlilər. İlk məməlilərdən sonra timsahlar əmələ gəlib. Ona görə ilk dəfə 4 kameralı ürək timsahda yox, ilk məməlilərdə əmələ gəlib. Bədəndə dövr edən qan növü ilə ürəyində olan qan növünün miqdarı eynidir. Bəli, bədəndə dövr edir 3 növ qan, həm arterial, həm venöz, həm də qarışıq qan. Amma deməli, ürəyində olur 2 növ. Çünki bunlarda ürəyində ara kəsmə əmələ gəlib. İlk dəfə sürünənlərdə bunlar da əmələ gəlib. İlk dəfə sürünənlər üçün isə bəli, amma ilk dəfə 4 kameralı ürək ilk məməlilərdə əmələ gəlib. Sonra növbəti sual, yanlış figür göstərir. İnsanın baş barmağı hərəkətlidir, doğrudur. Aşağı ətraf sümükləri bərlik gəzməklə əlaqədar edilir, doğrudur. Ayaqlarının altı tağ şəkilidir, doğrudur. Döş qəfəsi yanlara doğru gələnib, doğrudur. Onurğasında 2 əyrilik var, yanlışdır. Onurğasında 4 əyrilik var. Boyun, döş, bel, oma. Boyun, döş, bel, oma 4 əyrilik var. Sonra mitseli göy yaşlı rəngdədir. Deməli, göy yaşlı rəngdə olur. Mitseli göbələklərə xas olan bir əlamətdir. Bunlardan baxırıq, mukor yox, ağ kip yox. Amma pensil göbələyinin mitselisi göy yaşlı rəngdədir. Amma bunlarda pigment var. Yəni, xlorofil pigmenti yox. Çünki göbələklərdə heç vaxt fotosintez prosesi baş vermir. Lizosomların formalaşmasında iştirak edir Golgi kompleksi. Hüceyrə mərkəzi hüceyrənin bölünməsi iştirak edirdi, ali bitkilərdə olmurdu. Mitoxondri enerji mənbəyidir, orqanizmi ribosomculuğa sintez edirdi. Endoplazmatik şəbəkə isə maddələrin hüceyrə daxili daşınmasını təmin edirdi, zulalıların, yağların, karbohidratların sintezini təmin edirdi. Sitoplazmanı ayrı-ayrı mühitlərə bölünürdü və orqanoidlər arasında əlaqə yaradırdı. Buna görə bu da deyil. Amma Golgi kompleksi lizosomun formalaşmasında iştirak edir, membranın yenilənməsində iştirak edirdi. Deməli, sonra bir membranlı orqanoid idi, yağların və karbohidratların sintezində iştirak edirdi. Formasına görə bitkilərdə və heyvanlarda bir-birindən fərqlənən orqanoid idi. Bitkilərdə orak şəkilli, çubuq şəkilli, heyvanlarda tor şəkilli quruluşa malik olurdu. Və maddələrin hüceyrə xarici daşınmasını təmin edirdi. Deməli, maddələrin hüceyrə daxili daşınmasını təmin edir endoplazmatik şəbəkə, hüceyrə xarici daşınmasını təmin edir Golgi kompleksi. Golgi kompleksi bir membranlı orqanoiddir. Orta yaşlı insanda öz diş növü ilə hər iki tərəfdən qonşu olan dişlərin sayı neçə olar? Hər iki tərəfdən öz diş növü ilə qonşu olan, baxın, 1, 2, 3, 4. Bu kəsici dişlərdir. Aşağıda da var. 1, 2, 3, 4. Sonra götürürük başqa rəngi. Digər köpək dişlərdə hər tərəfdə 2 dənə köpək dişi yerləşirdi. Sonra burada götürürük kəsici dişlər. Kəsici dişlərimizin sayı demək 1, 2 burada, 1, 2 burada, 2 dənə də burada çəkirəm. 2 dənə kəsici diş var hər tərəfdə. Sonra çəkirəm 3 dənə də böyük ağzı dişləri. 3 dənə də böyük ağzı dişləri. 1, 2, 3, 1, 2, 3. 1, 2, 3, 1, 2, 3. Baxırıq, hər iki tərəfdən öz diş növü ilə qonşu olanlar. 2 dənə burada diş, 2 dənə burada diş, 4 dənə kəsici dişlər oldu. Baxın, bunlar bir tərəfdən köpək dişi ilə, digər tərəfdən öz diş növü ilə qonşudur. Amma bir də burada böyük ağzı dişlərindən. Baxın, 1, 2, 3, 4. 4 dənə də dişimiz böyük ağzı dişi oldu. 4-ün üzərinə 4 gəlirik, cavabımız eləyir 8. Cavabı olur 8. Hər iki tərəfdən öz diş növü ilə qonşu olmayan dişlər də uşaqlar köpək dişləridir. Testimizin izahı bu qədər. İzləyib bəyənsəz çox məmnun olaram. Və izlədikdən sonra videonu paylaşın ki, daha çox insanın videodan xəbəri olsun. Hələlik.